Paytaxtımızda xüsusilə də bu reklam lövhələri problemindən danışacağıq və yaxud da ki, öz başına reklam xarakterli yazıların yapışdırılır divarlara, tarixi bəzən binalara, ağaclara və müəyyən yerlərə. Bu da təbii ki, şəhərimizin estetikasına zərər gətirir. Bax, bu da problemli məsələdir. Təbii ki, bunu müzakirə edəcəyik və reklam lövhələrlə bağlı başqa məsələlərimiz olacaq. Studiyamızın qonağı Dövlət Reklam Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri İmmiyə xanım Zamanovadır. Sabahınız xeyir. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz İmmiyə xanım. Təşəkkür edirəm, çox sağ olun Turan xanım. Problemlərdən danışırıq. Biz də çalışırıq ki, media qurumu olaraq problemləri işıqlandıraq mütəmadi olaraq ki, o öz həllini tapsın. Və bayaq da qeyd elədiyim, şəhərimizdə bu reklam lövhələri problemi necə həll olunur? Bax, bəzən öz başına insanlar özlərinin, işinin, nəyisə əl işini və s. reklam edir, öz başına kağızlara yazılar yazıb yapışdırır. Bax, bu problemlər necə həll olunur sizin qurum tərəfindən? Dövlət Reklam Agentliyi açıq məkanda reklamların nəzarət və tənzimləməsi funksiyasını həyata keçirir. Reklam bazarında şəffaflığın təmin olunması, icazəsiz reklamların qarşısının alınması, reklam qurğularının texniki təhlükəsizliyi və estetik baxımdan yoxlanılması ilə yanaşı, əlbəttə ki, dövlət dilinin tətbiqi də mühüm əhəmiyyət kəsb eləyir. Açıq məkanda Dövlət Reklam Agentliyinin nümayəndələri açıq məkandakı reklamları mütəmadi olaraq istər Bakı şəhərində, istərsə də regionlarda monitorinqlər aparırlar. Qanunvericiliyin tələblərinə cavab verməyən reklamlar qeydiyyata alınır və 2026-cı ilin birinci rübə ərzində 13.846 reklam qeydiyyata alınmışdır ki, bunun da 417-si dövlət dilinin pozuntu halları ilə bağlıdır. Dövlət Reklam Agentliyinin əməkdaşları qeyd etmək kimi mütəmadi monitorinqlər aparılır və bu rəqəmlər ötən illərə nisbətdə xeyli azalıbdır. Nəticə ondan ibarətdir ki, atılan addımlar, görülən işlər və aparılan maarifləndirmə işləri öz müsbət nəticəsini verir. İstər sosial media platformaları üzərindən, istər ənənəvi media üzərindən, istərsə də sahibkarlarla keçirilən mütəmadi görüşlərdə biz qanunvericiliyin tələbləri barədə onları maarifləndiririk və əlbəttə ki, bu görüşlərdə mütləq şəkildə dövlət dilindən düzgün istifadə və dövlət dilinin tətbiqi ilə bağlı maarifləndirici təşviqat xarakterli danışıqlar aparılır. Bugün verilişinizin mövzusu əslində problemlərdir. Lakin əlbəttə ki, hər sahədə olduğu kimi bizim fəaliyyət sahəmizdə də qarşılaşdığımız problemli məqamlar var. Vətəndaş və dövlət qurumu arasında birbaşa və çevik operativ ünsiyyətin qurulması və müraciət platformasının yaradılması üçün, məhz bu problemlərin birbaşa vətəndaşdan əldə olunması üçün Dövlət Reklam Agentliyi İctimai Nəzarət Platforması adlı bir layihəni hazırlayaraq vətəndaşlarımızın ixtiyarına verdi. Bu platformaya daxil olan vətəndaşlar açıq məkan reklamları ilə bağlı istənilən problem, tövsiyə, şikayət, müraciətlərini foto, video yükləməklə Dövlət Reklam Agentliyinə yönləndirə bilər. Bu platforma Dövlət Reklam Agentliyi adra.gov.az saytının xüsusi bir bölümü olaraq ayrıca yerləşdirilibdir və elə sizin vasitənizlə də bir daha vətəndaşlarımıza müraciət etmək istəyirik ki, müraciətlərinizi birbaşa məhz bu platforma vasitəsilə agentliyə yönləndirə bilərsiniz. Burada siz qaynar xətt hər hansı bir başqa ünvan da varmı yəni? Bəli, sözsüz. Dövlət Reklam Agentliyinin 1412 çağrı mərkəzi, eyni zamanda 077 677 1412 WhatsApp xidməti, eyni zamanda info@adra.gov.az elektron ünvanı var ki, bütün müraciətlər, istənilən müraciətlər bu kanallar vasitəsilə agentliyə ünvanlana bilər. Eyni zamanda agentliyin sosial media platformalarında da sorğular, müraciətlər qəbul olunur. İmmiyə xanım, açıq məkanlardakı reklamlarda dövlət dilinin qorunması işlərindən danışdınız. Bir də bunun vizual görüntüsü də təbii ki, önəmlidir. Yəni, reklamlar baxanda bu da qanunlar çərçivəsində vizuallıq təmin olunmalıdır, elə deyilmi? Bax, bu məsələyə də istəyərdim toxunasınız. Çox düzgün vurğuladınız Turan xanım. Müasir dövrdə açıq məkandakı reklamlar tək kommersiya xarakteri daşımır. Bu, həm şəhərin estetikası, həm hüquqi tələblər, həm də təbliğat vasitəsidir. Eyni zamanda, bəli, dövlət dilinin düzgün istifadəsidir. Dövlət Reklam Agentliyi tənzimləyici qurum olaraq dizayn kodları hazırlayaraq tətbiqi işinə başladı. Bu prosesi biz paytaxtın mərkəzi küçələrindən başladıq. Paytaxtın eyni zamanda mərhələli şəkildə kənar küçə və prospektlərə də icrasını həyata keçirdik. Paytaxtla paralel olaraq regionlarda da dizayn kodların yenilənmə işləri aparıldı. O salı verəcəyim ki, regionlarla bağlıdır. Dizayn kod nədir? Bilməyənlər üçün bir daha nəzər çatdırım ki, dizayn kod fasad reklamlarının vahid nizam və qaydalar ilə tənzimlənməsidir.
Qeyd etdiyim kimi, paytaxtla yanaşı ölkəmizin tarixi şəhərlərindən olan Gəncə, Şəki və Ağdaşda da dizayn kodların mərhələli şəkildə həyata keçirilməsi davam etdirilir hazırda da intensiv şəkildə və bir məsələni nəzərinizə çatdırım ki, dizayn kodlar hazırlanarkən şəhərin özünün estetikası və tarixiliyi nəzərə alınır və individual şəkildə hər bir şəhərə ayrıca yanaşılır. Qeyd etdiyim şəhərlərlə yanaşı Yevlaxda və Bərdədə də hazırda dizayn kodların yenilənmə işləri gedir və işğaldan azad olmuş ərazilərimizdə buna misal olaraq Xankəndi şəhərini göstərə bilərik. Bilirsiniz ki, Xankəndi şəhərində yeni formalaşan bir şəhər mühiti var. Bu şəhər mühitində mütləq ki, Dövlət Reklam Agentliyinin təqdim etdiyi dizayn kodların tətbiqi də gələcəkdə Xankəndi şəhərinin ölkəmizin ən nizamlı və estetik şəhər olacağı inamını bizdə həqiqətən də doğruldur və dizayn kodların bütün ölkə üzrə tətbiqi agentliyin qarşıda duran əsas prioritet istiqamətlərindən biridir. Və mənə nə maraqlı gəldi ki, hər bir şəhərimizin, hər bir rayonumuzun özünün tarixinə görə, onun coğrafi yerinə, quruluşuna görə dediniz ki, reklam lövhələrindən istifadə olunur. Bu da mənə gəlir ki, həm də zövq oxşayan estetik baxımından da çox önəmlidir ki, bir fərqlilik hiss eləmiş olursunuz. Qeyd etdiyim kimi, bu həm kommersiya xarakteri daşımaqla yanaşı, biz həm də istəyirik ki, ölkəmizi daha dünyəvi və turistik baxımdan daha baxımlı, daha görməli, daha gəzməli edək. Əslində, açıq məkandakı reklam bu həm də bir ictimai mədəniyyətdir, ictimai zövq formalaşdırır və şəhərə ilk daxil olan insanın, belə deyək, ölkəyə ilk daxil olan insanın diqqəti cəlb eləyən eynən vizualdır. İmiyə xanım, bəs sahibkarlar ödəniş eləmədən açıq məkanlarda reklam yerləşdirə bilərlərmi reklam lövhələrini? Əlbəttə ki, qanunvericiliyə görə sayı 1, ümumi kvadrat metri 1 kvadratdan artıq olmayan reklamlara heç bir ödəniş tələb olunmur. Lakin istənilən halda, əgər kvadrat metr 1 olsa belə, eskizlər Dövlət Reklam Agentliyində təqdim olaraq razılaşdırılmalıdır. Siz bayaq əslində suallar yarananda qeyd elədiniz ki, agentliyin, qurumun kanalları var, ora müraciət etmək lazım. Məsələn, vətəndaş baxır ki, biri öz başına götürüb reklam lövhəsi, yəni bu cərimə, bax bunun cərimə qaydaları necə tənzimlənir? Öz başına kimsə cəhd edirmi ki, reklam lövhələri quraşdırsın? Sözsüz ki, siz qeyd etdiyiniz məqam icazəsiz reklamlardır. Qeyd etdiyim kimi, mütəmadi olaraq Dövlət Reklam Agentliyi həm səlahiyyətləri çərçivəsində icazəsiz reklamlarla mübarizə aparır. Bəli, belə hallar qeyd olunan zaman əlbəttə ki, qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür. Ancaq onu qeyd edək ki, Dövlət Reklam Agentliyi cərimədən daha çox sahibkarlar dialoq formatında bu işi həyata keçirmək istəyir. Çünki biz sahibkarın öz fəaliyyətinin inkişaf etdirilməsində hər zaman ona dəstək və bəli, ona tövsiyələrimizlə onlara çalışırıq, yanlarında olaq. Bəs açıq məkanda reklam yerləşdirmək üçün nə etmək lazımdır? Hansı addımlar atmaq lazımdır? Məsəl üçün, biri çalışdığı şirkətin və yaxud da digər fəaliyyətini reklam eləmək istəyir. Bax, haradan başlamalıdır, nə etməlidir? Açıq məkanda reklam yerləşdirmək üçün Dövlət Reklam Agentliyindən icazə alınmalıdır. Bu qanunun tələbidir. İcazələr isə çox rahat şəkildə icazələr sistemi vasitəsilə həyata keçirilir. Sahibkar ora daxil olaraq Trafik sənədləri ora yükləməklə açıq məkanda icazə sənədi formalaşdırır. Eyni zamanda onu da qeyd edeyim ki, sahibkar əgər açıq məkandakı reklamının qiymətini hesablamaq istəyirsə, burada sahibdə xüsusi kalkulyator bölməsi var bizim rəsmi saytımızda. Ora reklamı yerləşdirmək istədiyi ərazini, reklamın növünü və ölçülərini qeyd etməklə yayım və rüsum haqqını asanlıqla hesablaya bilər. Açıq məkanda reklam sahəsində bəs gələcək planlarınız nədir? Düzdür, danışdınız, amma başqa danışmaq istədiyiniz də var. Əlbəttə var. Dövlət Reklam Agentliyində strateji sənəd hazırlanıbdır. Bu sənəd əslində qarşıdakı 3 il üçün agentliyin prioritet istiqamətini, yol xəritəsini müəyyən edən bir sənəddir. Əlbəttə ki, bu sənəddə çox vacib məqamlar ehtiva olunubdur. Ancaq ən birincisi onu deyə bilərik ki, dizayn kodların bütün ölkə üzrə tətbiqini biz qarşıda bir prioritet istiqamət kimi qoymuşuq. Qarşıdakı miqyas böyükdür, əlbəttə ki, və qarşıdakı bu 3 il ərzində biz dizayn kodların tam şəkildə təmin olunmasına, tətbiq olunmasına nail olmağı planlaşdırırıq. Əlbəttə ki, dövlət dilinin təşviqi ilə bağlı vacib məqamlar var. Bizim qarşımızda məqsədlər maarifləndirmə işlərini gücləndirmək. Beynəlxalq təcrübənin ölkədə tətbiqi çox vacib məqamlardan biridir. Dövlət Reklam Agentliyi mütəmadi olaraq dünyanın inkişaf etmiş ölkələrində, sərgilərdə, tədbirlərdə iştirak eləyir. İnnovativ həllərin ölkədə tətbiqi imkanlarını nəzərdən keçirir. Bu da bizim prioritet istiqamətlərimizdən biridir. Optimallaşdırma vacib məqamdır. Bu günləri Dövlət Reklam Agentliyi sahibkarlara məqsəd yönlü, sahibkar yönlü, rahat, çevik və işlərini daha rahat şəkildə həyata keçirmək üçün sistemi optimallaşdırma üzərində işlər aparılır. Burada həm müxtəlif yeni bölmələr yaradılır, eyni zamanda digər qurumlarla inteqrasiyanın həyata keçirilməsi nəzərdən keçirilir və hazırda sistem tam olaraq optimallaşdırma üzərində
işlər reallaşmaqdadır. Bir də günümüzün vacib reallığı süni intellekt. Bəli. Dövlət Reklam Agentliyi öz fəaliyyət istiqamətləri çərçivəsində süni intellektin tətbiqinə başlayıbdır və gələcəkdə biz bunu daha geniş şəkildə istifadə etmək niyyətindəyik. İlmiyə xanım, biz bu açıq məkanlardakı reklam lövhələrindən danışdıq və bu sosial platformalardakı reklamların da, reklam lövhələrində sizin qurumla bir əlaqəsi varmı? Xeyr. Əlaqəsi Dövlət Reklam Agentliyi ancaq açıq məkandakı reklamlara nəzarət və tənzimlə. Və mən yenidən bu problemi məsələyə qayıdacağam. Bax, mənzillərin girişinə, binaların girişinə, bəzən liftlərə zərər verəkdən yazılar yazır, yapışdırırlar. Usta axtarırsınızsa, bu nömrə ilə əlaqə saxlayın. Filan yerdə, məsələn, hazırlıq müəllimi var. Yəni, müxtəlif belə vərəqlərdə öz reklamlarını eləməyə çalışırlar. Bəs bunlarla bağlı hər hansı bir sizin qurumunuz tərəfindən ölçü götürülürmü? Bununla bağlı məsələlər necə tənzimlənir? Əlbəttə ki, bütün bu məqamlar monitorinqlər zamanı aşkarlanır. Çünki siz qeyd etdiyiniz kiçik ölçülü reklamlar icazəsiz vurulan reklamlardır. Əlbəttə ki, təsbit olunduğu zaman müvafiq qanuni addımlar atılır. Hə, müvafiq qanun addımlara. Çünki həm bu istər-istəməz estetik baxımından göz oxşamır, çirkli görsənir. Bəzən baxırsınız ki, ağaca gedirlər, o reklamı vururlar. Bu da təbii ki, müəyyən ola zədələnir, təsir edir. Yəni, ümumiliklə belə başa düşdüm ki, Azərbaycanda reklam haqqında qanuna əsasən açıq məkanlarda reklam lövhələrinin müəyyən qaydalara cavab verməsi, dil normalarına cavab verməsi, vizuallıq baxımından sizin qurumunuz belə yüksək səviyyədə iş ortaya qoyur. Belə başa düşdük. Çalışdırıq. Təşəkkür edirəm. Bəs sahibkarlara başqa tövsiyəniz varmı? Reklamlarını açıq məkanlarda eləmək istəyən sahibkarlara? Turan xanım, çox təşəkkür edirik bizə yaratdığınız şəraitə görə, imkana görə. Biz əlbəttə ki, sahibkarlara buradan müraciət edərək bildirmək istəyirik ki, açıq məkanda reklam yerləşdirən zaman mütləq Dövlət Reklam Agentliyinə müraciət edib icazə sənədi formalaşdırsınlar. Bu qanunun tələbidir. Agentlik də öz növbəsində sahibkarların işlərinin inkişafı istiqamətində fəaliyyətlərinə hər zaman onlara dəstək və tövsiyə verməyə hazırdır. Bir də bir məqamı da vurğulamaq istəyirəm ki, biz çox rica edirik sahibkarlardan. Sahibkarlar açıq məkanda reklam yerləşdirərkən ana dilimizə üstünlük versinlər. Dilimizi birlikdə sevək, qoruyaq, yaşadaq. Bəli, çox doğrudur. Zaten biz Azərbaycan dilini qorumaq, o bizim əcdadlarımızdan bizə ötürülən dilimizi gələcək nəsillərə də saf şəkildə, təmiz şəkildə biz də təqdim eləməliyik. Bu bizim ümdə, həm aparıcı olaraq, televiziya işləri olaraq bizim ümdə vəzifəmiz olmalıdır. Eyni zamanda siz də çağırış elədiniz ki, bunlara da diqqət getirmək lazımdır. Bir də mən sahibkar reklam lövhəsində öz dizayn ilə mənim reklamım bu cür getsin fikrini də önə sürürmü, yoxsa mütləq şəkildə reklam agentliyi ilə birgə fəaliyyət göstərməlidir? Adətən eskizlər sahibkarların özləri tərəfindən təqdim olunur. Həmin eskizlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır. Bura həm texniki tələblər daxildir, qeyd etdiyim kimi, həm estetik tələblər, bayaq qeyd etdiyim dizayn kodun meyarlarına uyğunlaşdırılma. Bir də əlbəttə ki, dövlət dilindən düzgün istifadə. Bütün bu meyarlar yoxlanıldıqdan sonra eskiz təsdiqlənir və yayma icazə sənədi formalaşır. Əmiyə xanım, məsələn, açıq məkanlarda reklam lövhələri istər-istəməz yağışla əlaqədar, küləkli hava ilə əlaqədar, sonra günəşlə əlaqədar, onun belə deyim, vizuallığını, keyfiyyətinin itirilməsi məsələsi və bax, bu necə həll olunur? Yəni, mütəmadi olaraq sizin qurumun əməkdaşları mı nəzarətdə saxlayır, lövhələr dəyişilməlidir və s. Bax, bu məsələ də biraz məncə maraqlı tərəfdir. Qeyd etdiyimiz kimi, Turan xanım, az öncə monitorinqlər mütəmadi aparılır. Monitorinqlər sırf tək icazəsiz reklamla bağlı deyil. Bu həm təhlükəsiz istismardır. Qeyd etdiyiniz kimi, rəngin dəyişməyidir, rəngində belə deyək də, qanuna uyğun olmayan məqamlardır. Eyni zamanda həmçinin dili normalarının pozulması, bunlar monitorinqlər zamanı qeydə alınır və əlbəttə ki, bildiriş, xəbərdarlıq bildiriş göndərilir. Əgər icra olunmadıqda isə cərimə tətbiq olunur. Bəs, bax, bu məsələlər reklam verən, sahibkarların reklam vermək məsələsini, məsələn, azaldırmı, yoxsa bu tələblər olunur, hansı ki, reklam qaydalarına əsasən siz lövhələrdə sizin reklamınız yer ala bilər? Onları cəlb edirmi, yoxsa sayının azalmağına mı gətirir, çıxardır qayda qanunlardan? Əslində, son dövrlər belə deyək, aparılan maarifləndirmə işləri nəticəsində sahibkarlar qanunvericiliyin tələbləri ilə daha çox bilgilendirdikləri üçün agentliklə, belə deyək, dövlət qanunların qoyduğu tələbləri rahat və öhdəliklərini dərk edərək rahat şəkildə icranı həyata keçirirlər və qurumla, belə deyək, rahat şəkildə ünsiyyətlərini qanuna uyğun şəkildə həyata keçirirlər. Bir də İlmiyə xanım, bəs bu sosial platformalar bilirik ki, o qədər əhatə dairəsi genişlənib ki, əksər sahibkarlar, insanlar öz reklam fəaliyyətini bax, sosial mediada davam elətdirirlər. Bəs bu ənənəvi reklam deyim də, buna mənfi mənada təsir eləyirmi açıq məkanlarda reklamların yerləşdirilməsindən və s. Qloballaşan dünyada belə deyək, əlbəttə ki, hər bir sahənin öz yeri var. Razıyam
razıyam sizinlə ki, bugün onlayn platforma daha çox diqqət cəlb edir və insanlar daha çox orada vaxt keçirirlər. Amma düşünürəm ki, hər bir reklamın öz yeri var, öz tamaşaçısı var və açıq məkandakı reklamlar da sahibkarların bizneslərinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu danılmaz bir gerçəklikdir. İmiyə xanım, başqa demək istədiyiniz də varsa son olaraq buyurun, sahibkarlar məncə seçdir. Düşünürəm ki, tövsiyələrimizi verdik, yeniliklərimizdən danışdıq. İnşallah gələn görüşlərə də təşəkkür edirik. Çox sağ olun, təşəkkür edirəm. Bu, yəni bəsit mövzuya baxmaq lazım deyil. Çünki açıq məkanlarda reklam lövhələri və orada siz dediyiniz kimi dil normalarımızın qorunması, vizuallığa önəm verilməsi bu önəmli hadisədir və hər bir ölkədə, şəhərləri də buna spesifik olaraq dediniz ki, reklamlar hazırlanmalıdır, lövhələrdə yerləşdirilməlidir. Məncə çox maraqlı bir məsələni müzakirə elədik. Gəldiyiniz üçün təşəkkür edirəm. Maraqlı da mövzumuzun Mən təşəkkür edirəm. olduğunu düşünürəm. Minnətdarım. Sağ olun. Çox sağ olun. Siz sağ olun.